Son şair vəfadar, o da öz şeirləriyle xoşnud eləsin qəlbimizi. Alqışlayaq zəhmət olun. Mən də aynı böyük ustadımızı, mən də xoşbəxtəm ki, bugünkü gündə bu məclisdə bu tədbirdə iştirak edirəm. Söz demə imkanım yaranır. Əlbəttə ki, böyük ustadlardan sonra söz demək biraz çətinlik yaradar. Ustadlardan özür istəyirəm, mən də yazdıqlarımdan görüşürəm. Necə qaldın xatirimdə, unudulmaz bir an kimi. Hey baxırsan gözlərimə, yaralı bir ceylan kimi. Bu baxışlar sanki ağlar, daş ürəyi deşər dağlar, şair qəlbim coşar çağlar, visal dərdi hicran kimi. Gül bağımı vurmuş qazan, hanı ölçü, hanı mizan, niye yazmış tale yazan bütün ömrü viran kimi. Necə uydum bir faniye, könül verdim bilmem niye, ant da içtim en aliye, Allah gibi, Quran kimi. Kök sökülüp derin derin, Leyli, Mecnun, Ferhat, Şirin, söylediler sen aferin bu sevgime heyran kimi. Vefadar eşkin ünvanı, Çün sevgidir her bir anı, incitme ehli ürfanı, bu vefasız devran kimi. Seyretme gel bu dünyanı, boş boşuna seyran kimi. Seven yüreklerin sirli dünyası, xəstə könüllərin yarı qəzəldir. Xəbərsiz eşkimin ilk müftədası, əyilməyən düzülgarı qəzəldir. Ən gözəl duyğulu duyğu aləmdir, Vüsal əsrəti ilə çırpınan qəmdir, göz yaşına bənzər sızlayan nəmdir, bülbüllərin ahuzarı qəzəldir. Sevən gözəllərə şair qayğısı, şehri səmənlərin tər parıltısı, məhəbbət durğunu eşkin zartısı, sevgi baxtasının darı qəzəldir. Ürkək baxışların eşqə həvəsi, məhəbbət duyğulu neş kəstəsi, divanə bülbülün həzin nəğməsi, nakam gülün intizarı qəzəldir. Aşıqa anladan ilk məhəbbəti, təmiz pak sevginin düzgün qiyməti, bir şair ömrünün şanı, şöhrəti, nəğməli könlünün tarı qəzəldir. İlahi paydır göylərdən yerə, ürəkdən sevilən, sevən şairə, yadımdan çıxmayan əziz xatirə, ilk eşkimin yadigarı qəzəldir. Gözəllər şəninə mey piyaləsi, Leyli həsrəti ilə Məcnun naləsi, könüllərdən axan eşq şəlaləsi, təmiz qəlbin etibarı qəzəldir. Görəsən hansı günahımda savab eyləmişəm, bu qədər dərdi ki mən çəkməyə tab eyləmişəm. Nə günah etsəm əgər üzrü xudadan diləyib, bükülüb səcdədə min dəfə xitab eyləmişəm. Şəninə layiq olan çox sözü təyanə kimi, düzmüşəm şehrimə könlümdə kitab eyləmişəm. Yaradırkən məni də verdiyin hər nemət üçün şükür edib həmd-ü səna ilə cavab eyləmişəm. Düşünüb son günü cənnətdə qərar etmək üçün
Özüm öz nəfsimə dünyada əzab eyləmişəm. Düşünüb son günü cənnətdə qərar etmək üçün özüm öz nəfsimə dünyada əzab eyləmişəm. Əhl-i beyt aşıqı olmaqdır qafadır hədəfim. Bu yolu haqqa tərəf doğru hesab eyləmişəm. Bu yolu haqqa